Dövlət Dəniz və Liman Agentliyində sıravi heyət hazırlığı üzrə yekun imtahanlar baş tutub. İmtahanlar Agentliyin xüsusi proqram təminatı vasitəsilə kompüter test imtahanı formatında təşkil olunub. Proses insan faktoru olmadan proqram təminatı tərəfindən təsadüfi seçilmiş suallar əsasında həyata keçirilib. İmtahanda eyni vaxtda 41 nəfərin imtahan prosesində iştirakı mümkündür. İlk dəfə olaraq biz xüsusi hazırlıq kurslarında iştirak etmədən dənizçilər birbaşa imtahanlarda iştirak etməklə uğurlu nəticə əldə edərək şəhadətnamə əldə edə bilərlər. İmtahan prosesi ilə bağlı əlavə olaraq qeyd etmək istəyirəm ki, sıravi heyət hazırlığı üzrə imtahanların ümumi vaxt müddəti 75 dəqiqədir, 50 sualdır və 50 sualdan 30 və daha artığına düzgün cavab verildikdə uğurlu nəticə hesab olunur.